Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 400 365. bölümün başlayıram. Allah'ın lütf ve keremiyle. İnşallah ki xeyirli olsun. Gedək şuraq bu günləri hangi kitab bizim şansımıza çıxacaqdır ki, bizi geçmiş nəsillərimizin e, yaratdığı, yaşadığı təcrübələr, yaratdığı elm və teknoloji ilə bizi tanış eləyəcəkdir. Geçenki programlarda gəldik, yetişdik qanun risaləti və əbdal, tərcümə risaləti nəyyə, qanuni saatnamə, əlyazımı təbirnamə ki, dünənləri bunu oxuduq. Və mənə çox cəlib bir şey bu təbirnamədə var idi. Bu idi ki, Şoğluların adını birinci dəfə deyəndə orada əcib Şoğlulara qarşılaşdıq ki, bunlar indi yoxdur, amma o zaman var imiş. Və o zaman ədaləti icra eləmək üçün, yəni qanuna, o zaman da qanun yaxşı biraz şər idi, biraz da qanun dövlət qanunudur. Bunları icra eləmək üçün, yerinə gətirmək üçün nə qədər diqqət elirmişlər. Bu kitablara ehtiyacımız yoxdur bu günə. Gedək şuraq ki, onları yəni dünən oxumuşduq. Dərcül Əsami bir dana kitabdır, Dərcül Əsami adında və Həkimbaşı Ərzhali. Bu üç kitabı açdıq, görək ki, inşallah haracan eləyə biləcək, bunlara baxaq. Bu Dərcül Əsami adında kitablar başda yazıblar bunu, yəni PDF-in başında yazıblar. Dərcül Əsami 1271-ci ildə və 68 səhifədə yazılıb ki, kitab PDF-də 64 səhifə görsənir. Cildin beləsi açıblar, cildin eşiyin görürük, yəni için görmürük. Açıblar Şirazə ortada, iki tərəfdə də kitabın cildinin üstünə, cild özü müqəvvadır, yəni deyək ki, kartondur. Və hardan bilirik? Çünki qıraqda görürük iki tərəfdən çürüyübdür, biraz o diş olubdur. Şeylər pırpızəhli olubdur, ya diş olubdur. Oradan bilirik ki, bu neçə layə, neçə qat, türkçəsi qatdır, layə farscadır ehtimalən. Neçə qat kağız, qalin kağızlar yapışıblar bir-birinə, olubdur qalin. Onun üstünə bir Osmanlı dövründə yazılan nəqqaşilərdən ki, su üstünə çəkiblər. Cildin şirazəsi gön görünür. Əcəba kitabın içi də gön ola bilərmiş, yox, bir sual yeri. Bundan izafədə kiçikləşmir, kitabın içini açır, səfənin içi aynı nəqqaşiyə, suyun üzündəki nəqqaşiyə razı, daha yaxçıdır. Çünki bu çox işlənib cildin üstü. Rəngi gedibdir, saralıbdır, solubdur, amma bura biraz içi, biraz şəffaf qarıb rəhlər, qəşəng görsənir. Əslində burada 3-4 rəngidən bərabər bir şey düzəltdir. Süleymaniyyə kitabxanasında saxlanılır və kitab 3-cü səhifədən, yəni PDF-in 3-cü səhifəsində yetişirik yazıya. Çox gözəl bir yazıdır, əla bir yazı. Yəni mən bu yazını buracan görməmişdim. Adı Dərcül Əsami, elə burada yazıbdır kitabın adı. Ad Dərcül Əsami. Və Bismillahirrahmanirrahim ilə başlayır. Bu kitab 34 səhifəlik bir şey olacaqdır. Çox da yəni ciddi bir qalin deyil. Kitabın ora-burasında biraz su geçib qıraqlardan. Amma çox ciddi deyil. Birinci şeirdən sonra kitab bundan izafədə kiçilmir ki, deyək, səhifəyə yerləşsin, yerləşmir səhifəyə. İkinci səhifədə bir nömrə görürük, 1270 illidir. Bunun il ehtimalən 1270 vurub burada və burada bir iddə adlar yazıbdır. Bu adlar nədirlər, nə üçündülər? Bunlar bir də 71-də vurubdur, bir də 73-də vurubdur, 1273, 74. Bunlar burada bir də adlardır. Əvvəldə bir şeir var idi, sonra adlar 75, 76, 77, 8, 79, o birisi səhifəyə geçsək 80, 81, 83,
əcəba bunlar nə mənə deməkdirlər, onu mən bilmirəm. Məsələn 94, 2094, 97, 30, 2307 kitab çox qədimi deyil, fəqət adları göstərir ki, hansı adlar əcəba bu nə üçündür? 1346, 1351, 1356, yəni biraz səfələri vurduqca beləsi görürəm də, yəni bir də səfələr keçir. 1366-nı görürəm əlan. Burada adlar vardı, amma bu 1376, 1380. Bu bizə bir şey göstərir. Yəni bir də mən bunu qeydib əlbəttə tarixinə baxsam 1400-də qalıbdı. Axırda yenə də bir şeylər burada yazıbdı, oxumalıyıq, görək ki, nədir. Və kitab qutardı. Yəni kitabın sonunda da görürük bunu. 150.000 ədəd deyə burada bir şey yazılıbdı. Nəqqaşını görürük və qeydaq kitabın Süleymaniyənin möhrünü görürük. 1271 burada təzəşdən belə bir şey yazıb. Amma kitabın ən sonu tarix 1400-dür. İndi 1447 deyirik. Bu kitabın ömrü azdır zahirən. Çünki əgər bu kitab 1400-də bu adları yazmışsa, yəni ki, kitabın ömrü azdır. Amma gedək kitabın əvvəlindən görək ki, bu kitab bu şeirdə nə deyir? Ehtimalən bir görək bu kitabın adı nə deməkdir? Ömrü dedik azdır. Yəni bu nəzərə gələn 1400 deyəndə yəni 47 il bundan qabağın kitab olur. Amma əcəba baxaq görək ki, nə cür? Yəni mən burada bir şəkkə düşdüm ki, bu adlar bizə deyir ki, tarix getdikcə, değişdikcə zaman, illər, adlar değişə bilir ya yox və nə ola bilir? Bunu bizə birinci deyər. Biz bunu İranda daha çox diqqətli baxmalıyıq. Çünki məsələn, Qacar dövründən, Nadirşah dövründən, Səfəvi dövründən, ta məsələn, o birisi dövrlərdən baxsaq, beləsi gəlsək qabağa desək ki, Qacarın sonlarına qədər bu adlar var. Qacardan sonra məsələn Rıza Şahda bu var, Məhəmməd Rızada bu var, Xumeynidə bu var, Xameneidə bu da və indi bu adları orada biz görərik və onları danışarıq. Çünki hər hökumət ki gəlir üstə, ya hər bir şah ki gəlir üstə, özü ilə biri də adlar gətirir, özü ilə biri də yaşam tərzi gətirir, özü ilə biri də geyim tərzi gətirir, özü ilə biri də saqqal, nə bilim, hər halda bu cür toplumda bir değişikliklər olur. Biz bunu, mənim özümün ömrümdə bunu şahid olduq. Məsələn, İnqilabdan qabaq çox şahçı adlar var idi. İnqilabdan sonra çox dinçi adlar var idi. Gedə-gedə indi məsələn, bu savaş ki oldu, 40 günlük savaş, burada bəzi sərmayədarlar və dövlət televizyondan, radiodan təbliğ edir. Hər kəs adını belə qoysa, nə bilim İran qoysa, nə qoysa, məsələn, caizə verəcəyik. Yəni, adam istirdi ki, orada bir kültür yaradır. Pul, o güc eləyə bilir bir kültür yaradır. Yəni, məsələ bizim də o cür bir gücümüz olsa və o cür bir televizyonumuz olsa eləyə bilərik millətimizdən danışaq. Yox, məsələn, hər kəs bu illəri bu 1000 dana addan, türkçə adlardan uşağına qoysa, biz bunu ya Qur'eylə ya da hərəsində bir belə pul verəcəyik. Adlar birdən gedər bu tərəfə. Ad özü sadə bir ad deyil. Dedik ki, biz hər bir söz özü bir tarixdir. Özü bir baxışdır, bir anlayışdır, bir görüşdür, bir təəssübdür, bir onun haqqında bir də şeylər ortaya gəlir. Sən bu adı niyə qoymusan? İndi birdən deyərlər ki, sən adın qoy Səncər. Səncər deyəndə hamı deyəcək, Səncər hardan gəlir? Nədir məsələn? Bu adı niyə qoymusan? Bu bir bəhs yaradır. Ailənin içində, ailənin işində bu Səncər budur, elədir, belədir. Adamlar bunu danışacaqlar məsələn üstündə. Gedəcəklər qabağa. Gedək şuraq indi bu dərcidə çox xülasə oxuyacağam bunu. Çox da uzun şeir deyil, 3 səhifəlikdir. Sürətlə oxuyaq görək ki, burada nə deyir? Adlara da baxmağa inanmıram ki, vaxt qoyaq. Dərcül əsami, Bismillahirrahmanirrahim. Həmd ola bari Xudaya hər zaman, eylədi ismi ibadə rayqan. Etdilər anınla kəsb-i imtiyaz. Adlar bizə bir-birimizdən ayırdı, imtiyaz elədi. Yəni, biz uzun Həsən deyəndə, heç kəs demir ki, Həsən hanki Həsən. Adlar bizi bir-birimizdən
müşəxəs elədi. İmtiyaz burada müşəxəs mənasındadır. Yəni bir-birimizdən ayırdı. İnsafəli, məsələn İnsafəlidir, Həsənqulu Həsənquludur, İsməli İsməlidir. Hər kəsənin bir adı ilə bəlli olur ki, kim kimdir. Etdilər onunla kəsb imtiyaz, böyle ihsan eylədi o biniyaz. Ənbiya ismi şərifin daima eylədi ibqa inayətullah, inayətlə xuda. Niməti vacibi Teala biçəran. Burada bir şey deyibdi ki, peyğəmbərlərin adları məsələn Allah şey eləyibdi. Hər halda bunlar da bir ailədə doğublar. O ailə bunlara ad seçibdi. Bir şəraitdə, bir coğrafiyada, bir dində, bir məzhəbdə, bir yaşamda, bir ənənədən gələn bir ad seçiblər, qoyublar buna. Məsələn Musanın adı çox məmuli bir addır. Sudan tutulan bir uşaq. Musa sudan tutulan bir uşaq. Bu sonralar bizdə möhtərəm olubdu. Çünki möhtərəm bir adam olubdu. Bizlərə də möhtərəm olubdu. Niməti vacib Teala biçəran, şükrini etməkdə acizdir zəban. Ad dedik ki, Quranda da bir ayə vardı ki, Əlləməl Adəmə əsma'əha, belə bir şey, ad kamil ayə yadıma gəlmir. Allah da insanı yaradandan sonra ona elmi nə şəkildə verdi? Elmi adlar üzərindən verdi. Adlar, dedik ki, bir fəlsəfədir, bir düşüncədir, bir anlayışdır, bir yaşam tərzidir əslən. Bir beyin şəkillənməsidir. Adı, siz nə cür uşaqların ad qoysanız, o sizin beyninizin şəkillənməsini göstərir. Əgər adın qoyursunuz, məsələn, Şəhla, nə bilim, Fərəh, Banu, bu sizin beyniniz hardan şey olubdur? Yox, adın qoyursunuz Fatimə, Zeynəb, Gülsüm, bu da sizin beyninizi hardan qurgulandığını göstərir. Yox, əgər gəlirsə adın qoyursunuz, məsələn, Ulduz, məsələn, Su, Sona, bunlar da sizin beyninizi göstərir ki, hardan sizin beyniniz qidalanıbdır, təğziyə olubdur, qidalanıbdır. Niməti vacibi Teala biçəran, şükrini etməkdə acizdir zəban. Olsun ənvai salat ilə dua, ruh pakinə rəsulün daima. Cudu lütfündən nəbiyyi möhtərəm, eylədi əshabinə müxlis kərəm. Olsun əshabi güzinə səd səlam, oldular hubbi Rəsul ilə binam. Onlar Həzrət Rəsulun məhəbbəti ilə məşhur oldular, binam. İzzəti mücrim o ömür ruzi qiyam. Mücrim yazıbdır. İzzət mücrim Ömər ruzi qiyam. İzzət mücrim Ömər ruzi qiyam. Ruzi qiyamda qiyam yerdən qalxmaq, qiyamət yerdən göyərib çıxmağa deyir qiyam. Ruzi qiyamda, qiyamətdə mücrim izzəti ümar kimlə? Ümər, ummaq, yəni ürək istəmək. Arzudan biraz çoxdur ummaq. Çünki arzuda biz özümüz arzu edirik. Ummaq budur da biz umanda bir ayrı adamdan bir şey intizarımız var. Bir şey bəkləyirik. Ummaq odur. Yəni məsələn deyir ki, adam umduğu yerdən küsər. Yəni məsələn dədəsindən, nənəsindən, dayıdan, əmmədən, yoldaşdan, xanımdan, ərdən, nə bilim uşaqdan, bunlardan umur insan ki, filan işi görəcəkdir. Görməsə məsələn deyək ki, birinin doğum günüdür. Məsələn bunu desək, bu kimdən umur? Məmulən həmkarlarından ummaz. Əməkdaşlarından ummaz, yoldaşlarından ummaz, danışqahda məsələn dərs oxur, onlardan ummaz. Məmulən dədədir, nənədir, bacıdır, qardaşdır. Yaxınlardan umar ki, məsələn yadlarında olsun, mənə bir təbrik keçsinlər filan. Bəhman ehtimalən bu qədər. İzzət mücrim Ömər ruzi qiyam, ölə ehsan şəfaətlə bekam. Kam, ağzın burası, yəni şirinləmək anlamındadır. Kam, şirin anlamına işlədir. Eylə ağaz-ı təkəllüm, eylə ağaz-ı təkəllüm bə'dəza. Ondan sonra, yəni bunları ki, Peyğəmbərə filana salam salavat görünür. Ondan sonra ağaz-ı təkəllüm eylə bə'dəza.
bu əsərdə nə isə mətləb sənə. Niyə bunu yazırsan? Bu mətləb sənə nədir? Niyə yazırsan? Əsr şahənşah dövranda Eydər. Hançı şahənşah? Əsr şahənşah dövranda Eydər. Hər kişi halincər ibraz sər. İbraz səz yazıb əlbəttə. İbrazsız. Hər kişi halincə ibrazsız. Nov be nov etməkdə kəsbi imtiyaz. Nov be nov yəni taza bə taza. Nov be nov etməkdə kəsbi imtiyaz. Vəqti şahidə əgər əvvabi baz. Bəndə bu şoq ilə tərtib eylədim. İsmi müxləs ilə tərkib eylədim. 270'den ağazı kelam 1270 deyir da 270'den ağazı kelam eylədim 1400'ə bəsti məram. Kitabı bu zaman ama ha zaman yazıbdı onu bilmirik. 270'den başlayıp ta gedə 400'ə qədər. Nam şahi ilə tüsim eylədim. Tövsim tersim kimi bir şey. İhtimalen bu cür bir şey olacaq. Nam şahi ilə tövsim eylədim. Zikr ovsafində tənzim eylədim. Navirə ismi Humayuni şərəf. Navirə ismi Humayuni şərəf. Xəlqə olsun bu əsər gayət tuhaf. Tuhaf töhfələr. Öyle bir sultanı gazi zaman mislini görməmişdi dəcül çeşmi cihan. آل عثمانه نهال نوبهین حضرت عبدالمجید کامبین. çağı pəs oldu Həzrəti çağ yazsaq burada Həzrəti Abdülməcid Kambin yazsaq biz ehtimalən bu Kambin bu adı tapıla. Necə heyrat ilə etdi sibqəti necə heyrat ilə etdi sibqəti necə əslaf ciramə həzrəti eylədi vəz'i qəvanin bəhin biri tənzimat xeyriyyə həmin. Bu tənzimat bunun dövründə olubdu. Xeyirlərindən biri tənzimat qanunudur. Bu adam kitab dediyim kimi soralar yazılıbdı. Oxumayacaqdıq amma elə bu adla tanış olaq ki, nədir, necə bir şeydir, onun üçün bunu oxuyuruq. Biri tənzimat xeyriyyə həmin. Sayə-i lütfündə anın həbbədə istirahət etmədə bayu ceda. Bəy və ceda, bayu ceda. Rəbbimiz edə müvəffəq hər zaman təxt-i şahidə məsərrətlə həman. Ətvəli ömrü ilə mə'mur eləyə çox məsərrət ilə məsrur eyləyə. Eyləyə ətfi nicahi etibar. Bu əsər əsrində bulsun iştihar. Ol şəhənşah hünər pərvər əgər etibar eylərsə manəndi cühər xəlq aləm eylər əlbəttə rəğbəti. Əgər şah, çox gözəl bunu gəldi dedi. Əgər şah etibar eləsə, rəğbət verirsə, millət də o adı yayarlar. Xəlq aləm eylər əlbət rəğbəti şey naçizəm bulur çox şöhrəti. Əgər şah bir şey olsa, çiz naçizəm, naçiz bir şey də bulur çox şöhrəti. Bir faydasız bir şey də belə çox məşhur ola bilər. O qalıbdır, güc kimin yanındadır. Bunu mən dəfələrcə ərz eləmişəm. Turmə eylə vəsfi sədr əzəmi. Turmə, durma. Turmə dəstəli teynən. Turmə eylə vəsfi sədr əzəmi. Sədr əzəm kimdir? Xamənin budur umuri əlzəmi. Xamə burada qələm anlamındadır. Qələmi xamənin budur umuri əlzəmi. Fəxr dövlətdir Rəşid Paşa ana. Rəşid Paşa çağı yenə də yazsaq. İkinci şey Rəşid Paşa sədr əzəmdir. Sədri əzəm. Bu iki danadan da hətta bəlkə illəri belə təxmin eləmək olar ki, hansı ildə
filan kəs olubdur, Rəşid Paşa olubdur, paşa, sədr-əzəm. Fəxr dövlətdir Rəşid Paşa ana, münhəsir rüşd و dirayət daima. Rəy و tədbirin pəsənd eylər düvəl, fərd əql و rüşdinə budur اول. ehtimalə həman ol yəni. Şeir و inşasın pəsənd eylər xələf, görməmişdir mislini çeşmi sələf. Səbqət eylər hatəmi ol nuşتدان, وقت اتجود و سخاده her zaman. Öyle şahənşah zişanə səza, böyle bir asaf nəzir pürsəxa. Asaf burada məlum olur ki, bir ləqəbdir. Dövlət məqamına vəzirlərə asaf da deyə bilirmişlər ya deyirmişlər. Öncədən ya ha zaman bilmirəm. Hasili şərm ilə tənzim eylədim. Hasili şərm ilə tənzim eylədim. Xaçı paya ərz و təqdim eylədim. Eylərəm ümmidi təhsin eyləyə, şey naçiz isə təzyin eyləyə. Nazirandən eylərəm vafir rica. Nazirandan, nazir yəni kitabı oxuyanlardan, qulaq asanlardan, hər kəsi görür. Nazirandan eylərəm vafir rəca, vafir çox. Eyliyə təsih var isə xəta. Eylədim ətfal ilə buni, eylədim ətfalə buni yadigar, haqqı məvalidi buyursun bişumar. Söylədim dərcül əsami namına, hər görəndən məqsədim xeyri dua. Ruz و şəb həqdən niyazım bu həmin, eyləsin cərdəklərindən əmin. Eyləsin cərdəklərindən əmin. Belə bir şey, bunu bilmirəm nə mənadır. Gördük döründən əmin. Ehtimalən belə bir şey olacaqdır. Şeir burada qurtarır, geçir adları və yəni adlar da əcəba bir fərqi vardı ya, yoxdur. Məsələn, burada adlardan Əbdülhəq İbrahim Bahic, Əbdülməcid Sərvət adları, bir tədad adları yazıbdır. Hər nə olacaqdır, o daha buradan bu yüzden oxusaq əlbəttə adların değişməyi məsələn baş taparıq, amma mən buradan gördüyüm çoxu dincə addır, dincili addır və beləsi. Buradan geçsəm axir səhviyə, hətta axir səhvədə görürük ki, bir şey də orada var idi, yazmışdı. O nədir? Tarixi Dərcül Əsami. İhsan haqqə həmd ola etdi inayət bu qulə. Bunu əsər şöhrət bulə buldi şükri hüsni xitam. Tərtib olundi bu əsər şəhru bəru sadə məgər, mانندی silki cöhər hər sətri buldi intizam. Etdi müvəffəq ol xuda buldi bu nusxə intiha. Lütfi xudaya şükr ola etdim hələ ibqay nam. Olsun fəqirənə həman ixvan dinə ərməğan. Bunu əsərdən hər zaman əxlaqımız olsun benam. Elan edərsəm izzəta tarixini tasə nasə sərza. Dərcül əsami bu sənə zivər oldu tamam. Zivər ilə oldu tamam. 1271'de tarixin yazıbdır bu. Dərcül əsami bu sənə zivər ilə oldu tamam. Ehtimalən Dərcül əsami bu əbcəd hesabı ilə yazılıbdır. Amma aşağıda özü tozuşdan 1271'de tarixin yazmağın yazıbdır ki, tarixi yazının tarixi 1271 şəmsi qəməri olacaqdır. Məclisi Mühasibi Maliyyə müzbətə ötəsi müqabiliyi Həsibi ya Həbisi Hilmi Əfəndinin tarixidir. Məclisi Mühasibi Maliyyə müzbətə ötəsi müqabiləcisi Hilmi Əfəndinin tarixidir. Hər halda belə bir Şəhənşah-ı Cahan Əbdülməcid xan əhd-i ədlində bu adam tarixi yazıbdır şeydən 1070'dən ta 1400'ə can. Bunlara adlar yazıbdır. Ehtimalən məsələn bunun
görüşü budur ki, Türkiyədə, Osmanlıda adlar belə olacaqdı. Onun hətta nəzərinə gəlmiş, Osmanlı dağılacaqdı və adlar dəyişiləcəkdi. Onun üçün mənə belə gəldi ki, belə yazıbdı. Yəni oturubdu, bir də adları tənzim eləyibdi ki, bu ilin uşaqlarına bu adlar verin. Yəni yaxçı adlar. Onun nəzərində yaxçı adlar bunlardır. Oğlan uşaqlarının çoxu da danışıbdı. Məsələn, indi 400-cü ildə baxsaq, Asəf Mustafa, Abbas Ənvəri, Yaqub Bəri, ya Berri, Məsud Bəhri, Abdullah Bürhan, İskəndəri Həzimdir ya Hərimdir, ehtimalən beləsi olacaqdır. Məhmud Raiq, Abdullah Rəhmi, Həsən Raif, Rəfiqi, Mustafa Məə, Mustafa Sami, üzr istəyirəm, İbrahim Sai. Hamısı o xoş adlardır, yümlü xoş olan adlar. Məsud Müzəffər, Nəsuhi, Abdüllətif Nəsuhi, Abdülkərim Vəhəbi, İbrahim Lami, Nəimi, Səlim, Nəcib, İskəndər məsələn, İskəndər Nəcib, Ömər Məlik. Hamısı bir növ şey adlardır. Fərxundə deyilir bunlara. Səd, yaxçı adlar. Bilirsiniz ki, bu fala baxanlarda bir növ fal var, baxırlar. Orada deyirlər ki, sizin dədəz, nənə sizə nə cür ad qoyursa, o ad sizin gələcəyinizi bəlli eləyəcək. Həyatınızı bəlli eləyəcək. Və o adın üstündə bir də insanlar fala baxırlar, filan elə, bəhman elə. Məncə də doğrudur. Yəni, məncə birazı doğrudur. Hamısı da olmasa, bəzi adlarda mən təcrübəmdə görmüşəm ki, bəzi adlar demirəm hamıda, amma bəzi adlar vaqəən o adın mənasını daşıyır. Bəzi adlar yox, mənasını daşımır, toplumu daşır. Yəni, toplumda, məhəllədə, yoldaşlarda hangi qrupun içindədirsə, onun qiymətlilərin, ərzişlərin, ənənələrin, o qrupun ənənələrini daşıyır. Amma bəzi adlar nədənisə onu daşımır. Hər halda, mən fikirlərim ki, bu kitabı buna görə yazıb, amma bu adam özü deyir ki, mən kitabı 1371-də yazmışam, 1271-də. Şəhənşah Cahan Abdülməcid xan əhli ədlində sərasər səfiyyə aləm rəqəm bəsti nizam oldu. O xaqan kərəmkarın pəsəndü etibarı ilə necə nadir nüsəx şirazi bənd intizam oldu. Hünərməndان bir Bursadən, hünərməndان Bursa bir şəhər adıdır. Hünərməndان Bursadən Cənab-ı İzzət Ustad, İzzət adında bir ustad var imiş orada. Zehi bir növ əsər tərtib edib ziba benam oldu. Bir dana əsər yazıb çox məşhur deyir oldu. Xoşa bu nüsxəyi ətfalə bir növ yadigar etdi. Ehtimalən bu yazanın öz adıdır. Bursalıdır. Yazar İzzət Ustad. İzzət Ustad. Bursalı. Hünərməndان bir Bursadən bir Cənab-ı İzzət Ustad zehi bir növ əsər tərtib edib ziba benam oldu. Xoşa bu nüsxəyi ətfalə bir növ yadigar etdi. Adi dərcil əsami məvalidə ənam oldu. Sənə 1000, indi ha vaxt yazıbdı, onun tazasının tarixini yazır. Sənə 1270-dən ağaz eləyib takim, sənə 1400-ə varınca hüsn-i ixtitam oldu. Dedi bu nüsxənin etmaminə Həlmi 2 tarix. Həlmi ehtimalən yenə bunun şeyidir. Ehtimalən o xəttat İzzət Ustadı, beləsi indi mənim zehnimə gəlir. Amma bu Həlmi də ehtimalən şeydir, yazarın özüdür. İndi bunu görək nə cür olacaq. Dedi bu nüsxənin etmaminə Həlmi 2 tarix, yeganə hər biri rənav məskal xitam oldu.
Cenab-ı İzzet'in noyadgari zeyb و رونقle dilara lohi derci el esami bağı tamam oldu. Bak tamam oldu. İkisi de diyeceğler, yine iki tane tarih burada deyibdi. Biri dilara lohi, biri budur, dilara ruhi. Bu şeylə gətirib, ehtimalən əbcəd hərfi ilə hesablayıb, altında yazıb 1271 və o birisi də bak tamam oldu. Tamam oldu da ehtimalən 1271 burada gətirir. İndi burada yazar ehtimalən, mən bunu yazsam Xəttat, Xəttat İzzət Usta, özünün də adı Helmidir. Yazar Helmi. Daha bundan izafə bu kitaba vaxt qoymuram və gedək ikinci kitaba çıxış, görək ki, Həkimbaşı nə deyibdir. Çox önəmli kitabdır əslində. Dedim, mənə belə gəlir ki, bu adam 1271 olanda, əlbəttə ki, hududən 100 neçə il bundan qabağa gəlir. İndi 1447 diyor, bundan çıxsaq 1271, 176 il öncə bu kitab yazılıbdır. Bizim normalda oxuduğumuz kitablar bu tarixləri oxumuruq, amma bu kitabı oxudum çünki mənə cəlib gəldi bu ism. Dedim, məncə də bu adları buna görə yazıbdır ki, məsələn, hər ilin hangi xoş yümnü adı nə ola bilər? Oğlanlar üçün, qızlar üçün yazmayıbdır. Mən görmədim. Hətta bir yerdə bir xurşid gördüm, amma bilmədim ki, o gözümə toxundu hər halda. Gedək ikinci kitabı Həkimbaşı Ərzihalı 1220-də yazılıbdır. Yəni 246 il, 47 il bundan öncə yazılıbdır. 112 səhifədə ki, PDF-də 56 səhifədə görsənir. Kitabın cildinin eşiyini görmürük, için açıbdır. Zahirən kitaba biraz ehtimalən su gəlibdir ya bir şey olubdur. Süleymaniye kitabxanasında saxlanır. Burada ədəd sətr falan da yazmışmışlar. Ehtimalən silinibdir. Az kitabhay Süleyman Fəhim. Süleyman Fəhimin kitablarından farsça yazıb. Bunun üstündə nədən isə ikinci səhifəyə gedirik, kitabı açırıq, görürük ki, əvvələn burada kitabxana bir şey vurubdur, bir 4891 vurubdur. Bu ədəd ki, burada yazılıbdır, bu Osmanlı dövründə yazılıbdır. Çünki İslami ədədinə yazılıblar, Latin ədədinə yazmayıblar. Amma kitabın başında səhifələr vurublar, 1-2. Bu Latincə, yəni Atatürkdən sonra, Cumhuriyyətdən sonra, xilafətin əzlindən, səltənətin əzlindən sonra, Koditadan sonra, əslində Koditadan sonra biz Türkiyə Ziddi Osman, Ziddi İslam bir vəziyyətlə və Ziddi tarix, Ziddi, hətta desək Ziddi Türk, inanın məndən ki, Ziddi Türk bir hərəkətə çevrilibdir. Onun üçün də görürsünüz ki, indi o zaman İslami bizim bir Türkcə, İslamca belə bir dilimiz var idi ki, bizim 1400 illik yaşamımızın yaratdığımız təməddün idi. Yəni, doğrusunu desək, beləsidir. Hətta, məsələn, bunun içində ərəbcə olaydı, farsça olaydı, nə bilim, deyək ki, məsələn deyirəm, indi bunun içində ayrı millətlərdən Kürtcə olaydı, ayrı müsəlmanlardan, məsələn, Orduca olaydı, məsələn, Endonezicə, nə bilim, Filipinlərcə, Malizicə, bu müsəlman torpaqlarına, Afrika dillərindən bunun içində olaydı. Bunun bir, bu anlama gəlir ki, bunlar bir müştərək, bir siyasal, toplumsal, dinsel yaşamları ya uyğurluqları yaşırlar. Bu uyğarlıqlar çox yerdə bir-birlərinə yaxın olduğu üçün, ya bir-birləri ilə təmasda çox olduğu üçün, bir-birləri ilə əl-ələ çox yerdə ya çiyin-çiyinə dəydikləri üçün bir-birlərinə alver edirdilər. Amma Koditadan sonra Osmanlının qarşısına və İslamiyyətin qarşısına bir Koditadan sonra onlarla bir düşmənlik başlanır.
Əsli kitablar əlifba əvəz olanda əsli kitabları heç kəs oxuya bilmir. Milyonlarca kitab yanmağa gedir, satılmağa gedir, aradan getməyə gedir. Çünki o tarix gərək silinə. Taza bir zehniyyət düzəltməlidirlər insanlara. Minilliği getməlidirlər. İslamla müxalifət olur, Qur'anla müxalifət olur, ərəbi dili ilə müxalifət olur, filan bəhman. Amma bunların yerinə ingiliscə girir, fransızca girir, almanca girir, rusca girir, italyanca girir, rumca girir və onlar ki, bizlər təməddün fəqət torpaq olaraq bəzən ilgiləri var, yaxındılar. Amma o zaman da bizə düşməndilər. Yəni bunlar bizim torpaqlarımızı işğal edən güclərdir. Rumlar olsun, İtalyanlar olsun, nə bilim Yunanlılar olsun, nə bilim İngilislər olsun, Fransəlilər olsun falan. Bunlar da bizim işğalçı güclərdir. Amma bizim dilimizi onunla qatırlar. Biz fərəngiləşmək deyə şey oluruq. Türkçülüğü burada görürük ki, qabaqçı türkçülüğünə düşmənçilik eləyək, onları unutaq, yeni bir türkçülüğə ki, işğalçıların dili ilə, işğalçıların baxışı ilə, kültürü ilə şəkillənəcəkdir. Bu şeyə girək ki, təəssüflə bu gündə onun davamını görürük ki, Türkiyədə və o birisi müsəlman türklərdə bir batıçılıq var. Məsələn, Rusiyanın işğalında olan cumhuriyyətlər bir rusçuluq var. Eyni halda bir Amerikaçılıq da var. Yəni ikisi də var. İran kimi bir yerdə, ya Əraq kimi bir yerdə, ya Suriyə kimi bir yerdə, ya Çin kimi bir yerdə, ya Türkiyə kimi bir yerdə o işğal edən güclərin fəlsəfəsi, düşüncəsi, anlayışı yer alır. Hətta onların kitablarını biz oxuruq. Biz öz kitablarımızı oxumuruq. Biz öz tariximizi öz kitablarımızdan oxumuruq. Biz öz tariximizi gedirik ki, bir dənə Yəhudi 100 il bundan qabaq nə yazıbdı? 50 il bundan qabaq nə yazıbdı? Ya bir dənə Məsihli, bir dənə Amerikalı, bir dənə Rus, bir dənə İngilisli. Onlar bizə ayeyi, tarixin ayəsidir, vəhyidir. Yəni, məsələn, deyək ki, filan adam məşhur eləyiblər, filan adam Fransəli, ya filan adam İngilisli, ya filan adam Ruslu, ya filan adam nə bilim Almanlı, İtalyanlı, Rumlu, Yunanlı, belə bir şey deyibdi. Ya tarix haqqında, ya düşüncə haqqında, orada da qutuldu. Orada vəhy gəldi, aha bu gəldi, ya bu peyğəmbərdir, bunun sözünün üstə söz desən günahdır. O halda ki, bizim böyük belə güclü düşüncələrimiz var. Hər halda qeydaq bir də kitaba baxaq. Kitabın 2-ci səhifəsini görürük, ortasında bir qərə görürük, bilmirəm bu nədir. Qıraqda da bu qərəni görürük. 2-ci səhifəyə gələndə görürük ki, bura bir yağdır, sudur, nədir? Kitabın ortasına keçib, yəni orta deyəndə Şiraziyə keçibdir. Qıraqlarında da bir əlamətlər sudur, ya yağdır, nədir? O da görsənir. Su haləti də ola bilər, üst qıraqlarında özəllikcə. Orta qıraqlarında bəllidir ki, kitaba su keçibdir. Hər halda bunun iradını görürük. Kitabın çarçivəsi yoxdur, Bismillaha yer qoyulubdur, nəqqaşlığa yer qoyulubdur, onlar çəkilməyibdir. Amma o birisi səhifədə kitabın iki tərəfində yazıq üçün yer qoyubdur, dediyim kimi sətirlər bir-birinə yaxın, kəlmələr bir-birinə çox yaxın, gözəl bir xətlə, oxunaq bir xətlə. Kitabın aşağı tərəfindən və üst tərəfindən, yazının aşağı tərəfi az qalır ki, səhifənin axirində belə axirini də yazsın. Fəqət bir tərəfində indi görürük ki, yer qalır ki, yazı yazılsa, orada bir adam yazı yazsa. Burada birinci dəfə görürük ki, burada bir yazı, əlbəttə yazı da gedə-gedə dəyişir. Əvvəldə bir cür yazılırdı, biraz yox, elə aynı yazıdır. Bir də iki sətir yazılır, qırmızı yazılıbdır və orada bu sətirlər davam edir. Yəni yazılan, qırmızı ilə yazılanlar davam edir. Sətirlərin əvvəlləri və axirləri elə bir xətkeş qoymusan, xət çəkmisən, qəşəng şəkildə yazılıbdır. Amma dediyim kimi bunun ehtimalən dövrəsinə çarçivə çəkəcəklər, çarçivələr çəkilməyibdir. 14-cü səhifə, PDF-də 14-cü səhifə gəldiyində görürük ki, su gəlib kitabın ortasına qədər. Yazılar, cöhəri biraz dağıdıbdır. Amma cöhərin keyfiyyəti yaxşı olduğu üçün o qədər də dağılmayıbdır. Bunu görürük bu səhifədə. Ehtimalən bu səhifəyə əlində su içirmişsə dağıdıbdır kitabın başını, ya da uşaq vurubdur, dağılıbdır.
kitabın başından. Əlbəttə çox aşağılıq, bəzi səfərlərdə görürük ki, bu aşağılıq gəlibdi. Bu nəzərə gəlir ki, yox, kitab elə çox su gəlmişmiş. Bəlkə əvvəllərdə görmədik, amma getdikcə çoxalır. Yəni o suyun ağırlığı çoxalır. Bunu da görürük. Qırmızı kəlmələr dedim ki, məsələn burada bir farsı gördüm yazmışdı. Zəban yazılan farsi məktubdur. Belə bir şey. Bunlar da görək nədir? Baxarıq əgər. Burada gəlibdir, calibdir. Burada paragraflar kiçikləşir. Kiçik paragraf ortada qırmızı ilə bir şeylər qoyur, yəni başlıqlar qoyur. Və kitabın sonuna gəldik. Süleymaniyə kitabxanasında ortada da o Şirazə və kitab görürük ki, biraz cırılıbdır. Bunu da görürük. Qeydaq kitabın əvvəlindən bir səhifə, bir neçə səhifə oxumağa başlayaq. Xətt çox özəl bir əl yazıdır. Bu əl yazma çox özəl bir əl yazmadır. Burada yazıblar 1220-də yazılıbdır. Əgər bu kitab 1220-də yazılmış olursa, Əbdülməcid bildik də, Əbdülməcid həzrətlərinin zamanında, əgər istəyək deyək ki, Əbdülməcidi Sultan Əbdülməcid və ilə tənzimat hansı tarixdə olub Türkcə və Hicri ilə yaz. Sultan Əbdülməcid dövründə Tənzimat Fərmanının Gülxanə Xətti Humayunu adında elan olunduğu tarixi hicri təqvimi ilə belədir. Tarix 26 Şəbani 1255-də. Sultan bunu deyibdir. O adam bundan bir 15 il sonra, 16 il sonra bu kitabı yazıbdır. Bu qədər görər. Bu fərman miladi təqvim ilə 3 novembr 1839 tarixində İstanbulun Gülxanə parkında oxunmuşdur. Bu hadisə ilə Osmanlı dövlətində qərbiləşmə və hüquqi islahatlar dövrü olan Tənzimat dövrü rəsmən başlamışdır. Şimdi burada qərbilər də keçiblər içəriyə, görürsünüz ki, hökumət yavaş-yavaş yıxılmağa gedir. Yəni, Türkün hakimiyyəti yıxılır və yerinə düşmənlər hakim olurlar. Bu kitaba başlayaq. Bunun dedim, Bismillahacıda yer qoyubdur, amma biz onu görmürük. Görək ki, Sədr-Əzəmi Əsbəq, bunun yazısı biraz çətindir. Amma oxunmalıdır. Yəni, orada bəlkə bir kəlmədə çətinləşək, amma oxumalıdır. Qırmızı yazı ilə yazıbdır. Sədr-Əzəmi Əsbəq Həkimbaşizadə Əli Paşaya yazılan ərzihal surətidir. Bir namə yazılıbdır. İndi zahirən, bu elə buradan mənə belə gəlir ki, bu Osmanlıya cürbəcür yazılar gedir də, oradan-buradan yazılar gəlir. Böyüklər bir-birlərinə yazı yazırlar ya filan. Onları bir yerdə topluluklar üzündən yazırlar ki, qalsın. Məsələn, o kağız təhcanına cırılıb aradan gedə bilər. Ya məsələn bunun surəti ayrı yerlərə getsin, ayrı kitabxanalara getsin. Bu yazının belə bir kitabdır. Ehtimalən onu mən beləsi düşündüm. Sədr-Əzəmi Əsbəq Həkimbaşizadə Əli Paşaya yazılan ərzihal surətidir. Neçə tab zəbərdəstan ülüv-i himəm ilm əfzar meydan pəhnavər seyf u qələm. Seyf şəmşirdir. Meydan pəhnavər seyf u qələm dövlətli, inayətli və himmətli, ali himmət şəhriyarvüz
شهریار وزرا گردون حشمت مفخر فزرا ولی نعم کثیر الکرم قدسی شیعم آسمان هشم efendim sultanım müddə zilluhul ali. Sultana ehtimalən yazıbdır. İndi görək ki, hangi sultandan danışır. Bu Həkimbaşızadə Sədrəzəmdir yazır. Görək ki, bu Həkimbaşızadə kimdir əslən? Sədri Əzəm Həkimbaşızadə. Mən iştibah yazdım, həkim gərək yazaydım. Həkimbaşızadə Əli Paşa Osmanlı tarixinin mühüm sədri əzəmlarından biridir ki, Sultan-ı Əvvəl Məhmud dövründə 2 dəfə və Sultan-ı 3-cü Osman dövründə 1 dəfə olmaqla cəmi 3 dəfə sidarət məqamına çatıb. O, məşhur həkim Nuh Əfəndinin oğlu olduğu üçün Həkimbaşızadə ləqəbi ilə tanınırdı. Onun fəaliyyətləri haqqında bunları bilmək maraqlıdır. Hərbi və siyasi bacarıqlığı. Həkimbaşızadə Əli Paşa sırfən bir siyasətçi deyil, eyni halda bacarıqlı bir sərkərdə idi. Onun ən böyük hərbi qələbəsi 1737-ci ildə Banyaloka döyüşündə Battle of Banyaloka Otriş qoşunlarına qarşı qazandığı zəfər idi. Otriş ilə 1730 demişdim, tarixləri hicri yazsın, amma hicri yazmayıbdı. Bu adam 1737-də olsa, indi buradan əgər beləsə hesablaya bildik. Daha onu da çevirməyim, gedim bura. 1000 neçə deyik? 2000 deyik, 2026 deyik. 2026 deyik. Əgər bundan çıxsaq 1737-ni 1737-ni çıxsaq, bu adam 289 il öncə vəzir imiş. Bu qələbə Osmanlı dövlətinin Balkanlardakı mövqeyiyyətini möhkəmləndirdi. Sədarət dövrləri. Birinci dövrü 1732-35 illər arasında olubdur ki, onun üstə tarixini oxuduq, 37-də əlbəttə yox. İran, Səfəvilər, Əfşarlar ilə aparılan savaşlar dövrünə təsadüf edir. Nadir Şah ilə keçirilən döyüşlərdə göstərdiyi müvəffəqiyyətsizlik səbəbi ilə vəzifədən uzaqlaşdırılmışdır. İkinci dövr 1742 ilə 1743-cü ildə bir il yenə İran sərhəddindəki gərginliklər dövründə vəzifəyə gətirildi. Üçüncü dövr 1755-ci ildə 3-cü Osmanın taxtı çıxmasından sonra qısa müddətli sədarət edildi. Tamam, bunu da qalanını oxumuruq, bildik ki, bu adam hangi tarixdə. Amma bu kitab o zaman yazılmayıbdı. Bilmirik hangi zaman, fiilən bilmirik hangi zaman bu kitab yazılıbdır. Sultanım, əfəndim, Ağustan Heşəm, əfəndim, sultanım, müddəzzüllühül, məddəllahu zəlali dövlətəhu ilə məfarigil ənami, təlal ehtimalən olacaqdır. Zəlal əlbəttə görsənir, zəlali dövlətəhu, yəni kölgəsin. İlə məfarigil ənami həzrətlərinin madam xeymi mütəllasütun aftabi ah damən səhrayi gah damən səhrayi xavər zəminidə məhci quşayi irtibat ətnab və gah kənari sahi باخترده توبربای بارجاهینه قباب اوله سایبان بیابانگیر دولت و اقبالleri پناهی گردن فرازان ایام و ستونگیری موکبی مرام و خیام افلاک قیام جاه و جلالleri
ملاذ اصحاب احتشام و ملجئی چامجا چامچاران شرق و شام علوب معنای مجرد لفظ جود olan vücudi müstemel suud خدیوانه‌leri ile ila yevm tenad zinet efzای عالمی عالی مسندی کاشانه مراد و مفهوم مطلق احسن تقویم olan ذات کریم آصفانه‌leri تا زمانی حشر اجساد مظهر لیاقت دولت خداداد olmaq davetinə mütəaqib xan-ı yağmayı, burada bir kəlmə yazıb oxuya bilmirəm, nütq ola bilər, nə ola bilər? Nəamalərindən xan-ı yağmayı lütfi nəamalərindən peyapey mütəmətti olduğum hissi vafiyi izzətləri şükrünü mütəzəmmini istifayın nəbai dövlət və iqballəri və dəavatilə xəlqə cunan در تأثیر olduğum çunandır təsir olduğum məlum aləm arayı xədivanələri buyurduqda əmr və fərman səfənin davamında aynı kəlməni təkrar edibdir. Dövlətli, inayətli, mərhəmətli əfəndim sultanım həzrətləridir. Dəfə, burada bir ayrı ehtimalən bir məktubdur, o qutardı indi bu birisi. Vəqəi mərhum müşarə ileyh kütahiyyə valisi ikən xərclıq göndərdikdə nazilə ərzi nazilə yarenlə ərzidir. Burada da adamın xərclığı, aylığı gedib o bir cavab yazıbdır. Onu da götürüblər burada yazıblar. Üçüncüsü vəqəi müşarə ileyhi əzimül əmnidir. Möhrü elə vurublar ki, düşübdür yazıların üstünə, yazıları oxumaq özü bir çətinlikdir. Möhrdə çox yekə bir möhrdə içində doludur yazı ilə, amma oxuya bilmirəm. Minəl kütübi əl-fəqir. Bəlkə bunu biraz əcəba bunu biraz döndərsək oxuya bilərik. Yox, görünmədi, hara getdi? Yox, bir-iki dəfə də. Minəl kütübi qəfəha əlləti vəqəfəha əl-fəqiru iləl-kərəmi yəni səməd yox, oxuya bilmirəm. Oxuya bilmədim. Möhrü, bəlkə möhrü oxumaq olar, amma bu kitab dediyim kimi bəzi şeylərin ərzihalıdır. Dövlətin adamlar yazılı, onların səthi məlumatına siz baxın. 200 il bundan qabaq, 270 il bundan qabaq onların namə yazanda ədəbi vəzinə bir ağırlığına diqqət eləyin, görün necə. Münşi mərhum Qəlbi Qazi ya bu şəhər adı olacaq Qazisi İgid Sədr-i Əzəm ya Qazi ikən Münşi mərhum ehtimalən bu qələbədir, nədir? Qələbi Qazisi ikən Sədr-i Əzəm Əbdullah Paşa mərhumə yazdığı ərzihal. Burada dedik, kitabın adı əsl ərzihaldır. Həkimbaşı da onların biridir. Yəni, bu kitab Həkimbaşının ərzihalı deyil. Bu kitabın adı ərzihaldır. Yəni, insanlar
sultana ya vəzirlərə bir məktub yazırlar. Odur. Bu Həkimbaşının bir ərzhalı var. Orada yazılıb ki, əvvəldə oxuduq. Həkimbaşı sədr-əzəm imiş, bir ərzhal yazıb şahın xidmətinə. Onu burada mətnin yazıbdır. Ərzhaldır. Bu fəqət bunu burada bildik, bunu bildik. İndi burada görək bu adam Münşi mərhum ehtimalən Fələbə qazisi ikən Sədr-Əzəm Əbdullah Paşa mərhumə yazdığı ərzhal. Dövlətli, mərhəmətli, kəramətli, lütufətli. Nə oldu? Niyə bu kəsildi? Onu bilmirəm. Ehtimalən bir adam mənə bir şey buradan göndərməyə çalışdı. Ona görə o şey oldu. Bunu deyirəm, buna görə ki, indi orada Instagramda proqram kəsildi. Dünənki də silindi, təəssüflə nə cür oldu silindi. O telefon gəldi, önəmli telefon idi. Mən ona cavab vermək üçün çalışdım. O da bahis oldu ki, hər şey dəydi bir-birinə. Dünənki də Instagramdan silindi. Hər halda bu günləri beyin mühəndisliyinə qarşı Türkçə əski kitabların proqramının 365-ci bölümün oxuyuruq. Allahın lütfü, kərəmi ilə. Bu günləri 2 kitab oxuduq. Birincisi əvvəl oxuduq. O var idi. Adı Dərcül Əsami idi. O keçdi. İndi ikinci kitabı başlamışıq. Bunun adı Ərzəhaldır. PDF-in başında Həkimbaşı yazılıbdır. Həkimbaşı ərzəhalı. Bu deyil. Yəni bir dənə ərzəhal deyil. Burada bəlkə yüzlər ərzəhal olmuş ola bilər. Biri Həkimbaşı ki, Sədr-Əzəm imiş, onu imiş. İndi ikinci bir səfədən bir şey oxuyuruq, görək ki, nə deyir və sonra ehtimalən ilə qutaracaq. Münşi mərhum ehtimalən bura bir şəhər adıdır. Fələbə ya Filibə də ola bilər. Qazisi ikən Sədr-Əzəm Əbdullah Paşa mərhumə yazdığı ərzhal. Dövlətli, mərhəmətli, kəramətli, lütufətli, vəliy-i niəm, cəmil-ü şiyəm, kəsir-ül kələm əfəndim, sultanım, əvamürullah, ədaməllahül mülkə, əddaim həzrətləri, dövlət və iqbal ilə, bu da şaha yazıb ehtimalən. Ya da əlbəttə dedi ki, Sədr-Əzəmə yazıbdır. Bəli, Sədr-Əzəmə yazıbdır. Amma niyə ona sultan deyibdir? Cəlibdir. Bu mənə biraz əcib gəldi ki, niyə bunlara deyir sultanım, əfəndim, ədaməllah mülkə əddaim həzrətləri, dövlət və iqbal ilə sağ qalmaq satına yazıbdır. Sağ və bədxahan zat-ı kərim-ü-sıfati hirman murad və yəsi ma fil fuad eyləyə. Dağ olsun amin be Muhammed və Ali Muhammed kərəmkar əmri kərəmkara mərhəmət pərvərə kası dəryuzi hacetmندان zaman və kəfi həst idi ya məst idi olacaqdır. Kəfi dəsti niyazkaran döranə ilqay nəvali təməccüdaz və e'tay nəqdini kərəmha xatir x yazılmır da bilirsiniz bəzi ləhcələrdə xatir nəvaz edən təşmal ya nəşmali əmim-ün nəval mərhəmətlərindən caiz olduğum hissə-i vafiyə və cəncini bəstədir, nədir? Lütfü inayətlərindən mütəmətti olduğum məkarim-i kafiyyənin təşəkkürü babında qələm-i nadiri nevis səfhə-i dörünün leyl-ü nəhari əgər 1000 sal numune nمای بسیط خاک و تحریر
şemme inayetləri ilə əlvah əflaki səmhalət یا همحالت صحیفی حکاک ایسا ایفای مراسم شکراندن عاجز و قاصر و اجرای لوازم دعا خیرده عدم استطاعتی بدیهی و ظاهر المغرب همان مکافات کرم و احسان و مجازات لطف فراوانلری حوالی الطاف خفیهی الهی قلنمق اولی المغین آفتاب عالمتاب دولت اقبالleri şöyle fersayı مهر منیر olmaq duasına müdavimetün ma'lum devletleri buyurulduqda emr ferman efendimindir. Bir dana ərzə hal idi yazmışdı, təşəkkür. Mənim hüquq ki mənə verəcəksiniz gəldi yetişdi. Çox təşəkkür edirəm. Bunun üçün bu qədər yazmışdı. Bir ayrısı vəqəi müşarə ileyh mərhum ərzə hal surətidir. Yine burada bir ayrı adam, bir ayrı ərzə hal yazıbdı. Bu da uzundur. Gələk kitabın sonundan bir səhifə oxuyaq. Bu kitab 56 səhifədir. Hər 20 səhifədən bir neçə paragraf oxuyaq. Beləsi getməyək qabağa. PDF-in, yəni 2-3 səhifə olacaqdır, çox olmayacaqdır. Bu 18-19 və 20-ci səhifədə bir dənə yazılıbdır. Qəpudanlıqdan xaniyə valisi. Ehtimalən bu bir yerdir, indi haradır bilmirəm. Xaniyə valisi olan Şəhsəvar Zadə Müzəffər Paşa. Mən beləsi oxuyuram. Ola bilər ki, ayrı bir şey olsun, amma mən Müzəffər oxuyuram. Müzəffər Paşa mərhumə rəsmudən irsal etdiyi siraətnamə surətidir. İndi siraətnamə nə deməkdir? Mən bunu bilmirəm. Birinci dəfədir. Görək ki, bu siraətnamə nədir? Satının. Siraətnamə nə deməkdir ki, bunu örcəşək. Siraətnamə, burada yazılır sərahətnamə. Osmanlı diplomatikasında və hüquqi sənədləşməsində işlənən bir istilahdır. Bu söz ərəbcə sərahət, açıq, aydın olmaq və farsca namə, məktub, sənəd sözlərindən yaranıb. Bu sənədin əsas özəllikləri bunlardır. Açıq və qəti hökm. Bir mövzu, hüquq və ya imtiyaz haqqında heç bir şübhə və qaranlıq nöqtəyi qoymadan açıq şəkildə yazılan rəsmi bəyandır. İmtiyaz və icazə sənədi. Osmanlı dövlətində xüsusən xarici dövlətlərə, tacirlərə və ya müəyyən bir sinfə verilən hüquqların kapitulasyon köklü icazələrin sərhədlərini qəti şəkildə bəlliləşdirin sənəd deyilirdi. Təfsirə yer qoymayan yazı. Əgər bir fərman və ya əhdnamənin içindəki müəyyən bir maddə mübhəm, yəni qaranlıq qalsaydı, o maddəni izah etmək və aydınlığa qovuşdurmaq üçün çıxarılan əlavə sənəddə səraətnamə deyilə bildirirdi. Çox gözəl. Mən danışqahda dərs oxurkən İranda qanuni əsasinin üstündə bir cələsə bir danışıq apardım kilasda və bu 3 cələsiyə çevrildi. Yəni bizim kilasda da pastajlar çox idi. İttilaat məmurdu. Sonralar gördüm ki, bir dostumuz var idi. O da bir məcəllədə işlirdi adı. Danışqah Tehranın cənub parçasında bir şey var idi, bir döktürlük əlbəttə o olurdu orada. O, yəni döktür departmanları, tibb departmanının cənub tərəfində bir xiyaban var, yadıma gəlmir, amma geçsəm taparam yəni o saxtmanı. Orada bir məcəllə çıxırdı, adı Rey idi. Rey ya da Rey şəhər, belə bir şeydir.
və ora məni çağırdılar, gedim orada işləyəm. Getdim orada danışıq gördük. Məhkəmədir, məni məhkəmə eləyəcəklər, edam eləyəcəklər, nə eləyəcəklər. Orada mən gördüm ki, o dostumuz da ki, məni dəvət eləmiş, gedim orada işləyəm, İttilaat məmuru imiş. Və həm də vəzir ittilaata çox yaxın bir adam imiş. Çünki orada gördüm ki, ona xidmət edir, onlara xidmət edən çox da rəsmi bir vəziyyətdir ki, mən onu heç vaxt o cür görməmişdim. Onlar da bizim kilasda var idi. Yəni o cür adamlar da bizim kilasda var idi və bu 3 dəfə kilasda təkrar oldu. Ustad məndən istədi, hətta məni bəzi dərslərdə şeylərdə ustad dedi, mən imtahan da verməsə 20-ni verəcəm, 20-ni də verdilər. Təkcə 20-dir bəlkə mən aldığım dərslərdə o çox bu, yəni sərahətnamə yoxdur İran qanunlarında. Bunun üstündə biraz danışdım və eyni halda ki, hər şey rəhbərə bağlıdır. Heç bir şey İranda, yəni qudrət-i mütləq rəhbərdədir və tamam güclər, qüvvə-i məqənnənə olsun, qüvvə-i qəzayiyyə olsun, qüvvə-i mücri olsun, hər üçü də ona bağlıdır və onun iradəsinə bağlıdır. Onun iradəsindən xaric bir istiqlal yoxdur. Nə qüva-i müsəlləh dedikləri silahlı güclərdə, nə əmniyyət güclərində, nə iqtisad güclərində, nə dövlətdə, nə ədliyyədə, heç birisində qanun çərçivəsində belə güc yoxdur. Qısacası, siraətnamə bir hüququn və ya vəzifənin hududlarını açıq, sərih və qəti şəkildə bəyan edən rəsmi bəlgədir. Ümumiyyətlə, klasik Osmanlı dövrü sənədlərində və dövlətlər arası hüquqi yazışmalarda qarşıya çıxır. Bu da bir zalib bir konudur ki, mən bilmirdim, bundan bir siraətnamə. Burada siraətnamə yazıbdır. Şərəfbəxşi dودمان اصالت و سعادت و مسند آرای دیوان سرای dövlət و siyasət. Siyahət də ola bilər, amma dövlət və siyasət gəldiyi üçün burada bir cür yazılıb ki, mən siyasət oxuya bilirəm, siyadət də oxuya bilirik əlbəttə. Siyadət daha yaxşı gələr, çünki bu hərf dəlla gələndə beləsi olur. Dövlət və siyadət, dövlətli, inayətli, vali, nəəm, əfəndim, sultanım həzrətlərinin məmalik və səbətül məsalik, dövlət və iqbal məhfuz zat bahirül istiqlalləri olub, səmməyi şəcəri kifaət və nəxli bرومند خیابانزاری ریاست olan vücudi məsudi ali məsudi xədivanaləri ilə axiril əyyam zinət əfzai çəmənzari ömrü cavid. Burada bir yerdə bir xətt yazıblar, onun üçün xətt çəkibdir. Çox, yəni bu gözəllikdə xətt. Bir yerdə buracan gördüyüm bir dana vav kimi bir şey yazıbdır, onun üçün xətt çəkibdir. Bu qədər. Yəni çox ciddidir. Yəni bu bir mütəxəssisin əlindən çıxıb, bir xəttatın əlindən çıxıbdır. Çəmənzar ömrü cavid və əhkami mənəşiri qudrət mənəşirqədri təsiri dəsturanələri sübh şam şuhur و اعوام silsile bendi gerden iqbal medid olmaq da'avati. Burada bir şey su gəlib tökülüb, biraz şey olmur. Bil əşyi vəl əbkar. Mən beləsi oxudum. Bil əşyi vəl əbkar vüqui ihticacat. Əlbəttə buranı siliblər. Bunu deyim ki, bu oxuduğum kəlmə, iki kəlmə bil əşyi vəl əbkar silinib. Tazaşdan yazılıb. Və izafi yazılıbdır. Qalxıb ora yerləşməyibdir. Qalxıbdır, gedibdir üstə. Onu da siliblər. Tazaşdan mən indi oxuduğumu yazıblar. Əvvəlcə beləsi siliblər. Sonra ehtimalən qazıblar bir bıçaqla. Çox, yəni ülgüclə deyək ki, yavaşca kitabın üzündən bir layə götürüblər, yazıblar bunu ora. Mən beləsi görürəm. Bu sətrin ən başdakı sətrin son bir kəlmə var, son kəlmə qutarır sətrin o birisi sətrin əvvəlinə keçər.
oradan dalıya belə bir şey görürəm. İcabətxanə Həzrət Pərverdigar qılındığı xəlalidə ya xilalidə ərzi əbidi qədimludur ki, ötə və ötədən bərü که öteden برو آثار نوازش و نعمت بیدریغی تواضع و inayətlerinden hissedan ve çehresای ətəbi asman mertebeyi kerimaneleri oldukça haizi şeref itibar ve faizi nesabi mübahat و iftihar olduğum cehetle devam ایام ömrü İqbal və bəqai həngami hişmət و iclalləri duasına mücəddəd sai leylu nəhar şükrani inayət və mərhəmətlərini mürai olduğum əgərçi ayini ilham ilahi və məhbəti füyuzat namütənahi olan qəlbi dərraki xədivanələrinə məstur və puşidə dəcül idi, lakin bu dəfə bi sabiqi حقی خدمت سزاوار بر مکیانه و لایق انعام خاتمانه خاتم burada hatemi deyir, hatem burada bərməki deyir. Bərməkiyana və layiq ən'am xatamanələri üçün olub iş bu. Burada gedib bir eşiyə bilmirəm ki, aha, burada gələcək bura. Burada bir qırmızı ilə bir 7 kimi yazmışmış. Mən onu gördüm, diqqət eləmədim. Burada sətrin axirində onu gəlib yazıbdır ki, gedəcək orada olsun. Deyir ki, bir də qeysəm, lakin bu dəf'i bi sabiqi haqqi xidməti səzavar ihsan faravan bərməkiyanə və layiq ən'am xatamanələri olub iş bu diyar qürbət və məziqi kürbətdə ki müzayiqi əsbab معاش و bu abdi پریشان روز olacaqdır. Abdi پریشان روزگاری سراسیمه فکر و تلاش etmişidi خزینه ناکاسته keremlerinden afraz buyurulan hisse-i dafiye-i inayetleriyle ifaze numayi behar semahatleri gameti خمگشتی امیدمی نمودار çok güzel servi muzuden ve böyle bir vakti ihtiyacda bu mahzuni sitemkar روزگاری neçə cəhətlə məsrur və məmnun buyurduklarının mərasimi şükri kərreyi sərrəşdə məhal və kəmahiyyə və layiq ədai ləvazim və ari dövlətləri və ləvazim duay dövlətləri məhzən vəhmi xiyal olub ancaq leyl و nəhar istidaməti zaman ömr dövlətləri və duasıyla niyazmənd bargahi mülk mənnan məlik mənnan olduğum məlum dövlətləri buyurulduqda bundan böyle dəxi bu dai naçam و bu abd پریشان روزگار müsteham قریب و بعید منظور نظر مرحمت ve mesrur نوازش himayet buyurulmaq babında əmr fərman dövlətdə Əfəndim Sultanım Həzrətlerinindir. Qutardı. Bu da bir şükrüdür. Mənim hüququmu yəni çox da əlim çətin bir vəziyyətdir. Bir pul göndərdiniz, müşkülüm açıldı. Çox belə güclü bir məktubla qarşılaşdıq. Gedim ki, kitabın son səhifəsinə baxın və qutarım. Yəni İstirdim bir əvvəlindən oxuyayım, amma o qədər uzundur ki, ona görə təmmət qoyub burada, bir nəfər tarix qoyub bura. Rəcəb 27 Rəcəb 1232-də yazılıb bu kitab. Yəni ehtimalən bunu buradan mən biraz oxuyayım, görüm ki,
Axirdən əlbəttə oxuyacağam da, çünki uzundur, məndə getməliyəm, bir qərarım var, ora getməliyəm. Vacib yəni 4 qismə mənqəsim olsa 4'düdür. Hərfiyle 4 harfi g hasıl olur ki her biri asli eczai erba'a dediğimiz nefzi manasında ya da nefaz bilmirəm ne deməkdir. Manasında ifade eder. Yok bu bir tasviri yegارخانه تصویر نجارخانه قدرتده چی چارخانه ازلده تیر دستی رنجی زرحقیقی ایله صورت پذیر و جوشگیری مجلای آینه مجلای احسن تقویم olup محسودی ملک مغبوط فلکی bir şey mübarektir. Git nur bu lagz muammayı nur sabu lagz muammayı yoksa bir tilism mütellami bu lagz muammami yoksa bir tilism mütellamidir ve divari oldu müstehcem nece feth eylesin bunu Adem temmet. Recep 27.1233 tarix ələf eyləm. Burada bu tarix gəlir. Burada 1220 yazılıb da, amma burada mən bu tarixi gördüm. Bəlkə axırda bir ay tarixi də ola bilər, amma təmməti yazdı. Katib hazihir risalə. Katib, yəni bu deduqda üstlərdən yazır, ona görə şeydən yazır. Katib hazir risalə el-musavvara Hafiz Mustafa Səfvət Yərəqani. Hafiz Mustafa Səfvət Yərəqani. Yərəqani mənim fərmandehimin adı idi. Zadə. Yərəqani Zadə. Qəfərə ləhuma. Allah hər ikisini bağışlasın. Fikirlərim ki, burada kitab qutarır. Bəli, elə orada qutardı. Tarix də odur. Yəni, bu nüsxəni yazan budur. Tarix yazı. Yazı tarixi, yəni 27 Rəcəbi 1232 Hicri Qəməri. Bu adam bunu yazır. Həman katib, həman demək nəssaqdır. Tamam, bu günləri 2 dənə kitabla tanış olduq. Məncə bizlər indi yazı yazanda birinə təşəkkür edəndə çox şey yazırıq. Bir də burada bir dənə də farsça yazıb, ehtimalən ləğz-i farsi. فلیتدبر چیست آن اسم مبارکی چار اجزا که نصف اخیرش دلر آن اسمی اخیرش دلر آن اسمی نیکو و نصف اولش هم قلب اوست. دل o dil olacaq, dilər deyil. Nisf əxirəş dil an ismi niku və nisf əvvələş həm qəlb ust. Əgər Əbulbəşər guyəm rəvast. Çərə ki zikr mutlaq bəkal məsruf است و این اسم در زبان انبای زمان ابنای زمان به عزت و بزرگواری معروف و دلاوری است که اگر باری در وادی عدم نهد از دلش شراری اخجل وجود جهد تو سراسیمه اولاد گویی من پریشان خاطر ابنا گویم تو پیر مطلبی من burna cuyəm. Belə bir şey də burada farsça yazıb da, hər halda bu qədər məncə bu günə yetər. 2 kitabla tanış olduq bu günləri.
Birinin adı Dərcül Əsami. Əvvəlində və axırında şeir var idi. Onları oxuduq, kitablara, adlara baxmadıq. Həzrəti Əbdülməcidi ehtimalən Sani Tənzimat dövründə başlayıbdı yazmağa və Rəşid Paşa da sədrəzəm dövrüdür. O zaman yazılıbdı. Yazı tarixi 1271 görünür. Hicri qəməri. Xəttat da yazan o adam ki, bu yazını xəttatlıq eləyibdi, ustadlıq eləyibdi. İzzət Ustad, Bursalı İzzət Ustaddır və yazar, bu kitabı əslin yazar Həlimi adındadır. Kamil oxuya bilmədik. İkinci kitabı isə Ərzihal da adı və nəssah eləyən yazan Hafiz Müstəfa Səffəti Yərğanizadədir. Yərəqanizadə. Tarix yazısı 27 Rəcəbi 1232-dir. Beləliklə bu günü də başa çatırıq. Allah bir ömür versə, bir ayrı gün görüşərik. Allah əgər bu kitabların tanıtdırmağının və tanımağının bir səvabı olursa, onu bizim ölənlərimizə, özümüzə, axirətimizə zəxir eləsin. Ölənlərimizə, özəlliklə mənim dədəmə rəhmət eləsin. Sizlər də qulaq assaz, görsəz, oxumağa çalışsa, Allah sizin özünə rəhmət, ailəzdən ölənlərə də